Trump həmçinin bildirir ki, o Prezident Zelenski və Prezident Putinlə yalnız bir şərtlə görüşəcək. Ya saziş tam hazır olduqda, ya da danışıqlar son mərhələyə çatanda. Bu isə onu göstərir ki, Ağ Ev prosesə siyasi baxımdan son nöqtəni qoymaq üçün gözləyir və hər iki liderlə mümkün görüşü sülh əldə olunacağına dair real siqnal kimi nəzərdə tutur. Burada vacib məqam ondan ibarətdir ki, ABŞ administrasiyası artıq bir müddətdir həm Rusiya, həm də Ukrayna ilə intensiv texniki danışıqlar aparır. Tərəflərin hərbi itkilərinin artması, iqtisadi yük və siyasi risklərin yüksəlməsi bu prosesi daha da sürətləndirir. Eyni zamanda planın ən həssas hissəsi olan təhlükəsizlik zəmanətləri, ərazi məsələləri və uzun müddətli atəşkəs mexanizmləri hələ də masa üzərindədir.